Salam aleyküm dostlar. Bu günləri qaz yumurtalarımızın inkubatorda 20-ci günüdür. İnşallah günüdür deyəndə bu günləri axşamda artıq yəni sabahdan 2 dəfə, gündə 2 dəfə 20-ci gündən sonra 20-ci gün daxil olmayla, yəni bu günləri səhər açıb, yəni sulamalıydım bunu. Prosto vaxt eləyib yəni çəkib paylaşa bilmədim. Gündə 20 gündən sonra hər gün 2 dəfə inşallah sulayacağıq. Bir də bu günləri bunların mayaların yoxlayacağıq. İnşallah mayasızları çıxardacağıq. Görək nə nəticə verirlər. Qazlarım özləri çıxartdılar. Yaxşı nəticə vermədi. Yəni onların altındakı yumurtalar. İndi inşallah ki bunlara baxacağıq. Hələ dərəcə də ki gördüğünüz kimi 37-8, nəmişliyi də 60. İnşallah axırında dərəcəni artıracağıq inşallah. Hardasa 70, 75, 80 indi baxacağıq inşallah. İndi yavaş-yavaş inkubatoru söndürüb bunları yoxlayacağım. Mən bir dənə bunu bura qoyum inşallah. Qalsın burada. Yavaş-yavaş bunların mayalarına baxaq, görək nə vəziyyətdədirlər, necədirlər və mayasızları çıxardaq. İnşallah görüm o qazlarım yaxşı çıxarmadı dedim, bunları sataram. Görüm hələ bunlardan necə olacaq. Söz vermək istəmirəm heç kimə. Ona görə qalmışam belə. İnşallah bunları yoxlayaq, sonra sulayarıq. İşığı söndürək. Yine bura bağlamışam, yine buradan ışığı düşür. Bir saniye. Ya Allah, bismillah. Görək necədir. Baxın, görürsünüz, ücə tərpəniş var. Baxın, görürsünüz. Yaxşıdır. Sırayla bu iki sıranı götürə gedək. Baxın, bunda heç nə yoxdur. Mayasızdır. 39 dənə yumurtamız var. Bircə saniyə bunu bura qoya bilərik. Yerə qoyum ki, mayasız. Baxın, heç nə yoxdur. Bunlar kimi deyirlər. Göstərəcəyim. Mayasız. Hələ o bursular da çox mayasız çıxacaq, səhv eləmirəmsə. Bunda tam bilinmir. Ama deyəsən yumurta var. Bunu baxarıq. Bunda da var. Tam bilinmir. Qaz yumurtasını mən yoxlamamışam. Ona görə tam şəkildə bilmirəm. Bu mayasızdır bu. 100%. Vurmalaşıb burada. Bura gəlib çıxmayıb. Mayasızdır yəqin. Düzdür bunu. Saxlamayacağım. Mən ağırlıq eləyir inkubatora mayasız. Çox mayasız çıxacaq. Biz qoyduğum yumurtaların mayasız. Qazın altına yumurta qoymuşdum. Onun baxın mayalı ucu tam şəkildə görürsünüz necədir. Baxın biraz yaxından göstərim. Görürsünüz baxın. Və formalaşırlar bunlar. Burada da az da bilinir. Bunları qoyabiliriz. Mayasız. Çox mayasız çıxacaq. Həddindən çox çıxacaq. Bu da tam oxşamır. Ev yox qalsın. Mayasız. Ağır yumurta deyə. Mayasızdır. Onlar kimi qara deyil. Bu qaradır. Amma az. Bu günlər fərq edir. Baxın bu üçün. Mayasız. Bunlar
toyuq yumurtası kimi görsənmirləri. Çox mayasız çıxdı ya, çıxır daha doğrusu mayalı. Heç bundan 10-15 dənə anca çıxacaq deyəsən. Bu tam mayasız. Bilmir. Burada yumurtanı da mən neçə vaxt bunun içində saxlayıram. Əslində bilinir. Dedim 20-ci gün yoxlayacağım. 10-cu gün, neçənci gün idi? Biz baxdıq. 8-də bilinirdi. Var mayasız, mayasız, mayasız. Bir şey qalmayacaq ya deyəsən. Öz aramız mayalıdır. Onları su lazımdır da. Suda mayalanmayı suda daha gözəl olur. Qazların suda olmayı. İçində formalaşıb sonra nəsə olur. Nəsə biz şir vermirik. Baxın görürsünüz. Bu qədər yumurta oldu heç. Mayasız və mayasız. İnşallah ördəyi orada ördəkləri də qoymuşam. Onlar da baxaq. Görək o nətərdir. Bunlar qalsın. Mayasız. Mayasız. Buna nəsə olub? Üstü maya deyil. Maya deyil. Buna nəsə olub? Bilmirəm. Buji hazırdır. Bir gün sabah çıxacaq elə bir. Yaxşı bunu qoyaq bura. Baxın. Sizə yaxın göstərmirəm. Özüm baxıram elə bilirəm ki görürsünüz. Bu da belə. Mayasızdır. Necə olar kimi deyil. Mayasızdır, mayasızdır. Ördək yumurtaları da. Bu mayalıdır. Dəqiqə mayasız idi. Deməli, bundan da 7 dənə getdi bura. Deməli, indi sizə deyəcəyəm. 39 dənə qaz yumurtası qoymuşdum. 39 dənə. Bir saniyə. Yəni, bunu söndürək. İşığı yandıraq. Və götürək əlimizə. Ya Allah, deməli, belə, bu belə, bu belə, bu belə, bir saniyə. Bunları ortaya düzək ki, bunları da qoyaq bura. 39 dənə qaz yumurtamız idi. Deməli, 2, 5, 8, 11, 14 dənə. 14 dənə 39-undan deməli 35-i, 25-i, bağışlayın, 25-i olub mayasız. 25-i mayasız, çox pis nəticə. Düz qazlarıma falan, yəni belə toyuqlar kimi baxmıram. Ona görə ola bilər, hər şey ola bilər. İnşallah görək bunları necə çıxardacaq. Gözlərinin altına qoyduğum yumurtalar da 11 dənədən yəni belə 3-4 dənə çıxardıblar. Çıxardırlar, indi yenə qalıb hələ. Birinin altından 3-4 dənə səhvləməmsə çıxdı. İndi o birisi yatıb. Onun da altında 4 dənə səhvləməmsə mayalı yumurta idi. Qalan mayasız idi. Nəysə, görək necə olur, nətər olur. Bu da 10 dənə qoymuşdum, 3 dənə. İnşallah o birisi ördək yumurtalarımın bu inkubatorun 20-ci gündə çəkəcəyəm, paylaşacağım inşallah. Belə dostlar, indi bunları yaxşı sulayım. Bu qədər. İnşallah paylaşacağım sizlə. Yenə də məni izləməyə davam edin. Sağ olun, var olun. Allah hər kəsin malına bərəkət versin.